Bəzən insanlar səbəbsiz yerə yorğun, halsız hiss edir, mənfi əhval-ruhiyyədə olurlar. Adətən mənalandıra bilmədikləri bu simptomlar xüsusilə meteohəssas insanlara dərindən təsir edən geomaqnit qasırğalarının nəticələri ola bilir. Alimlərin proqnozlarına əsasən yaxın günlərdə günəş fəallığı səbəbilə yerə təsir edə biləcək yüngül maqnit qasırğası qeydə alına bilər. Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova bu prosesin ciddi fəsadlara səbəb olmayacağını, lakin meteohəssas insanlar üçün müəyyən narahatlıqlar yarada biləcəyini bildirir. Zəif geomaqnit qasırğası ehtimalı var. Belə ki, mart ayının 2-sindən tac dəli axınlarının təsiri ilə biz G1 səviyyəli geomaqnit qasırğası müşahidə edirik. Hərdən olur ki, qısa müddətdə G2 səviyyəsinə qalxır, amma əsasən yəni ki, zəif qasırğa müşahidə olunur. Amma G3 və daha şiddətli qasırğalar üçün may ayında biz gözləmirik. Yəni hələ ki elə bir proqnoz yoxdur. Ola bilsin ki, tutaq ki, 2 həftə sonra vəziyyət dəyişsin və tamam başqa mənzərə yaransın. Amma hal-hazırda proqnoz belədir ki, G1 səviyyəli geomaqnit qasırğalar ola bilər mayın axırlarına doğru. Nevroloq Nilüfər Salmanova isə deyir ki, maqnit qasırğası zamanı yer planetinin maqnit sahəsində dəyişikliklər baş verir. Bu dəyişikliklər ilk növbədə ürək-damar sistemi, təzyiq və sinir sistemi ilə bağlı problemləri olan şəxslərdə özünü daha qabarıq şəkildə göstərə bilər. Qan dövranına təsir edir. Əsasında qanın qatılaşması, trombların əmələ gəlməsinə təsir edir. Damarların spazmına gətirib çıxarır, ürək döyüntülərinin artmasına gətirib çıxardır. Parasimpatik sinir sistemi dediyimiz sistem var, bizim sinir sistemi, onu aktivləşdirir. Bu halda insanlar halsız özünü hiss edir, gücsüz hiss edir, baş ağrıları çəkirlər, spastik baş ağrıları əsasən çəkirlər, təzyiqləri oynayır. Hipotonik, bu yəni təzyiq yüksək olanların qalxır, bəzi aşağı olanların daha da düşür, belə deyək. Yəni qarışıq bir hallar çizir. Xüsusilə yaşlılar, uşaqlar, hamilələr və xroniki xəstəliyi olanlara bu günlərdə daha diqqətli olmaq tövsiyə olunur. Maqnit dalğaları günəş radiasiyası deyil. O hər yerdə var. Ona görə qapalı yerdə oturmağın burada böyük bir əhəmiyyəti yoxdur. Yəni havada gəzmək daha məntiqlidir. Kontrast duşlar qəbul etmək bir qrup insanlara dincəlmək, yatmaq, durmaq, buna diqqət etməlidirlər. Dərmanları varsa, xroniki dərmanlar varsa, onları qəbul etməlidirlər. Ağrı kəsicilər içə bilərlər. Çox aktiv hərəkətlə məşğul olmamalıdırlar. Çox kompüter, televizor arxasında, telefon arxasında oturmamalıdır. Həkim onu da qeyd edib ki, meteohəssas şəxslər həyat tərzlərinə 2 qat ciddi diqqət yetirməli, daha çox maye qəbul etməli və stressdən uzaq durmalıdırlar. Ayşən Sərdar qızı, Samir Qasımov, Xəbər ertəsi.